Salam. Bugün çox maraqlı bir mənbəni İmamverdi Behbudlunun sosial media DM-ləri ilə bağlı hazırladığı bələdçini müzakirə edəcəyik. Yəqin ki, sizin də başınıza gəlib, kimsə direktə yazıb, qiymət soruşur, siz cavab yazırsınız və sükut. Heç bir reaksiya yoxdur. Hə, çox tanış bir situasiyadır. Mən deyərdim ki, əksər hallarda problem heç də pis niyyətdə deyil. Yox. Sadəcə bir sistem yoxdur o yazışmanı aparmaq üçün. Və ən əsası empatiya, qarşı tərəfi anlamaq cəhdi. Yəni, müştəri qiymət yazanda əslində başqa şeylər də düşünür. Tamamilə. Ağlında bəlkə də güvənə bilərəm, bu puluma dəyər, bəs sonra necə olacaq kimi çoxlu suallar var. Bu bələdçi də, necə deyim, hazır skriptlər verməkdən çox o düşüncə tərzini anlamağa kömək edir. Yəni, balıq tutmağı öyrədir də. Gəlin onda başlayaq ən çox yayılan səhvdən, qiyməti yazmaq və mesajı elə oradaca bitirmək. Qiymət 50 manatdır. Vəssalam. Bu niyə işləmir axı? Suala cavab vermişik də. İşləmir, çünki cavab versək də söhbəti davam etməyə dəvət etmirik. Sanki mağazada satıcı qiyməti dedi, sonra üzünü çevirdi, getdi. Müştəridə qaldı belə. Nə etsin? Bəs həlli nədir? Qiyməti deməyək? Yox, qiyməti demək lazımdır, amma necə? Qiyməti deyəndən sonra nəsə əlavə etmək. Məsələn, bu qiymətə nələr daxildir? Ya da bir sual vermək. Bu məhsulda sizi ən çox nə cəlb etdi, kimi? Və ya növbəti addımı təklif etmək. Məsələn? Deyək ki, təlimin qiyməti 120 AZN-dir. Bura 2 saatlıq video dərs və PDF materiallar daxildir. İstəsəniz, dərsdən qısa bir hissənin videosunu göndərə bilərəm sizə. Aydındır, yəni qapını açıq saxlayırıq. Bəli, məhz elə. Yaxşı, ikinci böyük səhv məhsulun xüsusiyyətlərini sadalamaq. 3 modul var, PDF fayl var, amma bunun müştəriyə nə verəcəyini, yəni faydasını deməmək. Məsələn, kurs 6 həftədir yerinə, bu 6 həftənin sonunda siz artıq işlərinizi 2 dəfə sürətli görə biləcəksiniz demək kimi. Dəqiq elədi. Çünki müştəri xüsusiyyət yox, nəticə almaq istəyir. O PDF fayl onun hansı problemini həll edəcək? O sertifikat ona nə qazandıracaq? Həmişə özünüzə sual verin. Bu xüsusiyyət yaxşıdırsa, niyə yaxşıdır? Müştəriyə faydası nədir? Yəni, biz öz məhsulumuza o qədər fokuslanırıq ki... Bəli, müştərinin nə axtardığını unuduruq. Belə deyək də, biz direlin özünü yox, onun açacağı o dəliyi satmalıyıq əslində, nəticəni. Çox yaxşı bənzətmə oldu. Növbəti məqam, empatiyasızlıq. Robot kimi cavablar. Müştəri həvəslə yazır ki, vay, bu stol nə qəşəndir. Siz də heç onun o emosiyasına toxunmadan dərhal başlayırsınız. Ölçü bu, material bu, qiymət bu. Bax, bu çox kritik məqamdır. O an müştəri şuur altı düşünür ki, məni eşitmədilər, mənim reaksiyam maraqlı olmadı. Halbuki cavaba kiçik, səmimi bir şeylə başlamaq olar. Bəyənməyinizə çox şad olduq və ya həqiqətən bizim də sevimli modellərimizdəndir. Bu dərhal bir bağ yaradır. Yəni, o kiçik toxunuş əslində böyük fərq yaradır. Çox böyük fərq. Empatiyasız cavab sadəcə informasiyadır, unudulur. Amma empatiya olan cavab yadda qalır, çünki hissə toxunur. Bu, qarşı tərəfə mən səni görürəm, sənə dəyər verirəm deməkdir. Və gəldik sonuncu, amma bəlkə də ən çox göz ardı edilən məqama, follow-up etməmək. Yəni, cavab gəlməyəndə bir daha yazıb maraqlanmamaq. Çoxumuz düşünürük ki, cavab yazmadısa, deməli maraqlanmır, iş bitdi. Amma həmişə elə olmur axı. Bəlkə mesajı gördü, amma cavab yazmağa vaxtı olmadı. Sonra da yaddan çıxdı. Bəlkə başı qarışıq idi. Yəni, səbəblər çox ola bilər. Əlbəttə. Ona görə bir gün sonra, məsələn, kiçik səmimi bir xatırlatma yazmaq çox vaxt yaxşı nəticə verir. Salam, dünən yazışmışdıq sizinlə. Bəlkə nəsə əlavə sualınız yarandı, kimi. Bu təzyiq kimi qəbul olunmaz ki? Nəsə kömək lazım olsa, hazıram. İnanın, çox satış məhz o ikinci, üçüncü səmimi toxunuşdan sonra baş verir. Follow-up etməmək fürsəti boş buraxmaqdır. Deməli, ümumiləşdirsək, effektiv DM ünsiyyəti təkcə suala cavab vermək deyil. Qətiyyən. Bu, həm də qarşı tərəfi anlamaq, ehtiyacını öyrənmək, dəyəri düzgün çatdırmaq, empatiya göstərmək və söhbəti, necə deyim, aktiv şəkildə davam etdirməkdir. Bəli, struktur və səmimiyyət ikisi bir yerdə olmalıdır. Çox sağ olun bu dərin təhlil üçün. Siz sağ olun. Və dinləyicilərimiz üçün də kiçik bir düşünmə tapşırığı olar, əgər olarsa. Buyurun. Özünüz müştəri kimi ən son təcrübənizi xatırlayın. Nəsə soruşanda söhbət necə getdi?
harada qırıldı və ya niyə uğurlu oldu? Bugün danışdıqlarımızdan hər hansı bir yanaşma o təcrübəni sizin üçün daha yaxşı edə bilərdimi? Və sabah ilk dem cavabınızda bugünkü müzakirədən hansı kiçik dəyişikliyi edə bilərsiniz? Bu haqda düşünmək faydalı ola bilər.